Riyaziyyatdan məsələ həlli. Bir dondurmanın qiyməti 1 manatdır. Bayram günləri 6 dondurmanı 5 manata almaq mümkündür. Bayram günləri 36 manata ən çoxu neçə dondurma almaq olar? Əvvəlcə 36 manatı 5 manata böləcək ki, müəyyənləşdirək görək bu kampaniyadan neçə dəfə yararlana bilərik. 36-nı 5-ə bölsək, cavab 7, qalıqda isə 1 manat qalacaq. Deməli, bu kampaniyadan 7 dəfə istifadə edə biləriksə, biz nə qədər dondurma ala bilərik? Bir dəfə istifadə eləsək 6 dondurma ala bilərik. 7 dəfə istifadə etsək 7-ni vuracaq 6-ya, cavab olacaq 42. Bəs burada axı 1 manatımız qalmışdı. Bu 1 manata yenə bir dənə dondurma alacağım və üzərinə bir dondurma da əlavə etsəm cavab olacaq 43 dondurma. D bəndi bizim cavabımızdır.